Bəli, bu mənzərə Balakən fermerlərini yenidən narahat etməyə başlayıb. Rayonun əsas gəlir mənbələrindən biri olan fındıqçılıq ötən ildə olduğu kimi bu ildə zərərvericilərin təhlükəsi ilə üz-üzədir. Keçən il məhsul var idi, bir dənə sağlam ləpə olmadı bu həşəratların üzündən. Hamı çürük ləfə bir məhsul götürə bilmədik, elə də tərqidik. Bir məhsuldarlıq ağaçda var, amma həşərat yenə düşüb buna mübarizə aparmasaq, yenə bizi pis vəziyyətə, çətin vəziyyətə qoyacaq. Sakinlər məhsulu qorumaq üçün müxtəlif üsullarla mübarizə aparsalar da bunun kifayət etmədiyini deyirlər. Dərman vuran aparatla başardığımızı eləyirik. O 2-3 metrə yuxarı qalxmır da. Mütəxəssislərin sözlərinə görə bu il yaz aylarında havaların sərin və yağıntılı keçməsi zərərvericinin erkən yayılmasını müəyyən qədər ləngidib. Ancaq temperatur yüksəldikcə onun aktivliyi yenidən artıb. Böcəklər keçən ildən biraz azdır. İndi hər il dərman alsaq belə məhsul keyfiyyət azdır. Bu meşələrdə də doludur, tək ağaclarda yox. Hazırda Bitki Mühafizə Mərkəzi tərəfindən Amerika ağ kəpənəyinin daha geniş yayıldığı ərazilərdə kimyəvi mübarizə tədbirləri davam etdirilir. Amerika kəpənəyinə qarşı həm kimyəvi, həm də mexaniki üsulla mübarizə aparmaq mümkündür. Mexaniki üsul əsasən vətəndaşların özlərinin üzərinə düşən üsuldur daha çox. Çünki kəpənəyin tırtılları hələ inkişaf mərhələsində olduqda o gördükləri yerdə budaqları qırıb yandırmaqla yaxud tapdalamaqla onun qarşısını almaq olar. Mütəxəssislər bildirirlər ki, zərərvericinin vaxtında aşkarlanması və kompleks mübarizə tədbirlərinin görülməsi onun geniş yayılmasının qarşısını almağın ən effektiv yoludur. Nigar Davudova, Vüqar Mirzəyev, Rəşidə Zülfüqarova, ASTV xəbər.